Olan müəllimlər sizə də uğurlar arzulayıram. İnşallah ki, mən özüm də niyə də vermişəm. Ayın 9 mənim də imtahanımdır. 63-ə düşmüşəm, Xətai rayonundayam. İstədim ki, elə bütün müəllimlərin qarşısında Yazgül müəllimə öz təşəkkürümü bildirim. Düzdür, kurikulum bilmirəm nə qədər yazmışam, amma 46 yazmışam. Onun hardasa 6-sı, 7-si dəqiq bilirəm kurikulumdur. Ola bilər ki, elə onu da kurikulumdur. İndi gələndə atacağım Yazgül müəllimə kurikulumun cavabını da. Yəni, burada mən bu illəri demək olar ki, bəlkə də bir dinləyici kimi çox vaxt oldum. Elə moment oldu ki, ancaq qulaq asa bildim. Burada Yazgül müəllimin bizə çətin düşmüşdü. Mən rus dilindən də keçən il kəsilənlərdənəm. Bu il kurikulumu bizə çətin salmışdılar. Çətin elə ki, Yazgül müəllim burada nə demişdilərsə, elə bir ki, biraz çətinləşdirirlər da, indi bunu bilirik orada. Amma oxuduqlarımı, Yazgül müəllimin nə deyibsə, hamısını başa düşərək yazmışam. Bəlkə biri-ikisi çıxıram ki, niyə? 2 variant arasında qaldım deyə, onları elə bir ki, 2 variant arasında qalmışdım. Yazgül müəllim, sizə öz təşəkkürümü bildirirəm. Mən kitab da almamışdım, dediyiniz kimi. Amma qeydlərimi aparmışdım. Bir də ki, YouTube-da Yazgül müəllimin bizə burada keçdiyini qulaq asmışdım. Əlavədə orada dərslərinə qulaq asmışam. Heç bir müəllimə demək olar, mən qulaq asmamışam. Da yalan deməyim. Bir dənə Yazgül müəllimə qulaq asaraq imtahanımı yazmışam, başa düşərək yazmışam, öyrəndiklərimi yazmışam. Yəni, sizə çox təşəkkür edirəm, çox minnətdaram Yazgül müəllimə. Sizin kimi gözəl, savadlı, ondan hövsələli, arada nə bilim hirslənib, o hirsi də gülə-gülə deməyiniz bir Azərbaycan müəlliminə, Azərbaycan qadınına yaraşandır. Hər bir şey sizdə var, hər bir şeyi sizə yaraşdırırlar. Sizə çox təşəkkür edirəm, sizi öpürəm, bağrıma basıram. Bütün müəllimlərə də uğurlar arzulayıram. Mən özüm də müqə vermişəm, yenə deyirəm. 9-u mənim də imtahanımdır, görüm oradan nələr olacaqdır. İnşallah. Yenə deyirəm, 46 bal toplamışam. Kurikulumdan da yaxşı nəticəm var. İndi baxacağım, da buna inanıram. Hətta Yaqut müəllimə keçən illərim ona 10 yazmışdı bu arada. Bəli. Bu illərim sadəcə davamlı dərslərə girə bilmirdi. Keçən il amma gecə saatlarında belə. Bəli, müəllimə 1-in yarısı dərs başlayırdıq, gecə 1-in yarısı dərslərə girirdi. Yəni, müəllimə hər il əzmlə çalışıb, sadəcə bu il, keçən il ixtisasdan dolayı ki, çox çətin düşməsindən biraz ixtisasa daha çox üstünlük verdi ki, yəni bu da hər birimiz bilirik ki, müəyyən balı ixtisas əhatə eləyir. Yenə də düşünürəm ki, Yaqut müəllimə bizim bütün müəllimlərimiz üçün həqiqətən bir nümunədir əzmkarlığı ilə. Yəni, hər hansısa bir nəticənin uğursuzluğu o demək deyil ki, hansısa müəllimin bilik bacarığı ilə ölçülür. Bu artıq imtahan prosesindən irəli gəlir. İmtahan proseslərində müəyyən bir emosional vəziyyət olsun, amma onlarda sırf bununla bağlı yox, sırf həqiqətən də ixtisas üzərindən çətinlik səviyyəsi çox-çox yuxarı idi. Amma buna baxmayaraq, müəlliməmiz əzmlə çalışdı. Düzdür, bu il metodikaya çox da daxil ola bilmirdi, dərs saatları toqquşurdu. Amma yenə də müəlliməni təbrik edirik. Kifayət qədər yaxşı bir nəticə göstəribdir. Yolunuz həmişə açıq olsun. Pedaqoji fəaliyyətinizdə uğurlar arzu edirəm sizə. Qarşıdakı hansı ki MİQ imtahanında da hətta iştirak etmiş olursunuz. Və qeyd edim ki, bu mərhələdə də uğurlar arzu edirəm. Növbəti müsahibə mərhələsində də uğurlar. Yolunuz açıq olsun müəllimə. Sağ olun. Çox sağ olun. Təşəkkür edirəm. Sağ olun. Çox sağ olun. Zəhmətinizi də halal eləyin. O nə demək? Halal xoşunuz olsun. Bu bizim işimizdir. Hər biriniz üçün halal olsun. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Hər birinizə də inanıram. Burada hər bir müəllimə inanıram. Sağ olun. Sağ olun. Var olun. Sağ olun.